Hello, I'm Alex and this is Channel 13. We're in Baku just 2 weeks before Eurovision starts, and today I'm going to check how the city taxi drivers are prepared to welcome tourists. I'm about to ask them a few questions in English just to check whether they will be able to communicate with foreigners. Are you taxi drivers maybe? Do you speak English? Do you speak English? Do you know how to get to 28 May? Знаю. How to get there? Как? Do you know how to get from Nizami to 28 May? Это Nizami. 28 May дальше. Baku Taxi Company has invited cab drivers to English courses to improve their English-speaking skills for the guests coming to the capital for Eurovision 2012 International Song Contest. The English classes are conducted by teachers invited by the company at Baku Taxi Garage. London taxi drivers study simple speaking tools twice a week. They learn how to answer to foreigners' questions, how to explain the way or count numbers and money. Yes, no, bir de onu bilirim. Okay. Right, left, ne bileyim, right. Right, left, straight. Okay. Okay. Eurovision ərəfəsində yəni turistlər gələcək ölkəmizə. Bunlarla ünsiyyət qurmağa ən azından müəyyən sözləri bilirsinizmi, hazırsınızmı? Turistler yani, yani ki, bəli, xeyir, ne bileyim, necə olacaq, yani böyle mədəni xidmət. Taksi sürücüləri üçün ingilis dil kursu keçirilir. Eurovision öncəsi ingilis dilinə hazırlaşmaq üçün. Bu kurslarda iştirak eləmisiniz? Bəli, eləmişik. Ne düz sür, ne bileyim, sola get, sağa get, arxaya dön, beləmsi, yəni böyle sözləri bilir. Sizdən ünvan soruşsalar başa sala bilərsiniz? Yəqin ki, başa salmaq olar. İngiliscə deyə bilərsiniz ki, səni Gənclik metrosuna qədər 10 manat aparacam. Yəni, bura baxım dəftərə, kitaba. Bax, bilirəm, burada yazıb May, bilirəm. May, mən nə bilim, ay. Hello? Could you help me? Could you help me, maybe? Do you know how to get to 28 May? Yes, how long is it? How long will it take? Like 15 minutes, 20 minutes? 5 minutes maximum. 5 minutes maximum? And how much? 1 manat and 50. 1 manat 50 kapik from here to 28 May. The bus Izole to 28 May. to the metro station? Yes. Okay, in 5 minutes. 5 minutes. Will there be any 5, traffic? 6. Traffic jam. No? It's better. Okay, 1 manat 50. Okay, thank you very much. Bunu öyrənmək üçün. Hardasa biz bir ay yarıma yaxındır ki, Bakı Taksi MMD şirkətində bu Eurovision kurslarını Eurovision'a hazırlaşmaq üçün ingiliscə kurslarını keçdik. İmtahanımızı verdik, şükür Allah. Hal-hazırda yaxşıdır. Təzə gələn işçilərimiz də ki, öyrənirlər. It is planned that the 22 out of 65 parking spaces near hotels where the guests are staying will be reserved for London taxis. Violet London taxis driving in the capital are decorated with Eurovision 2012 Song Contest logo, which can also be seen around Baku. Müştəri ilə salamlaşmaqdan, hətta müştəri hansı ünvanda yaşayır, hansı ölkədən gəlib, şəhərimiz xoşuna gəlib, yoxsa yox, xidmət necə göstərilir şəhərdə, taksi xidmətinə, bütün restoran xidmətlərinə kimi. Bizim müştəri maşına oturan kimi deyir, welcome to Baku. Biz sadəcə soruşaq, what's your address, yəni hansı ünvana getmək istəyirsiniz. Həmən ünvanı deyəndən sonra çatdırıq həmən ünvana, please. For passengers' comfort, GPS and credit card terminals have been installed in London taxis. Biz vururuq bura, buradan çek çıxır. Çek çıxır, biri müştəridə qalır, biri bizdə qalır. Kartı da şey varsa bura, yoxdursa buradan keçirtirik. Bu həmin olan şeydir. Özü gələcək. Bu deməli göstərir də, küçələrin adını göstərir, hansı bölgələrdir,
müştəri deyir ki, məni filan kütə yapar, yazıram burada filan kütə. O orada tıxacıları göstərir, sağadır, sola. Belə basanda bax orada gəlir, hamısı göstərir, bütün şəhərin adları deyil, şəhərimizin olan küçələrin adları da hamısı var.